Selamünaleyküm. Sabahınız xeyir olsun əzizlərim. Bu günlərim oruç bayramımızın ikinci günüdür. Noruz bayramıdır. Hamının bayramını, iki bayramını da təbrik edirəm. İndi mən sizə, hər kəs bilir kələm dolmasını, amma noxuddur. Bilmirəm, bilirsinizmi? Noxuddur, kələm dolması hazırlayacağım. Abışına düyü vururuq. Mən düyünün yerinə həmişə noxud vururam. Noxud da gec pişən şeydir. Mən həmişə noxudu, loyvuyu alanda pişirirəm, paketlərə yığıram, marazelkaya qoyuram. Baxın, hələ donmuşdur. Donmuş, pişmiş noxuddur. Bu da soğandır. Soğanı heç vaxt tyorkadan keçirmirəm dolmaya. Soğan tyorkadan keçiriləndə acı suyu çıxır, o da şidlik verir dolmaya. Amma belə xırda-xırda doğrayanda dadı gözəl olur. İnşallah Nuşacanla yeyərik. İndi video üçün, tərif üçün çəkmirəm. Vallahi Allah haqqı bir prov eləyim. Pişmiş noxudu əvvəldən pişirin. Marazelkaya qoyun, dolma pişirəndə yarım stəkan dolmalarınıza qoyun. Mən ətli yemək pişirəndə, tüyoq pişirəndə şorvaların içinə vururam. Çox gözəl olur. Duz istot da göstərmirəm, özünüz bilirsiniz, hamı nətəri bilirsiniz, o cür duzunu, istotunu vura bilərsiniz. Göyünü də əlavə eləyirəm. Göy, ukrop, kinzi, nə olsa olar. Məndə ukrop var, ukrop əlavə eləyirəm. Qarşımına baxın, noxud içində nə qəşəng görünür. Bununla mən özümdən fikirləşib qoymamışam. Bir gün Almatıdaydım. Mənim orada Almatıda Svetlana bacım yaşayır. Orada yemişdim. Dedim, bunun içine nə qatsa? Dedi, noxud qatmışam. Bir 14-15 il olar. Elə o ondan gələndən mən həmişə noxudlu pişirirəm. Düyünün yerinə noxud vururam. Aha, baxın, görün nə qəşəkdir. Pişmiş noxuddur. Bu daha da dolmada pişəndə lap yumuşalacaq, lap gözəl olacaq. İnşallah pişirərsiniz, dadını görərsiniz, ondan sonra mənə sağ ol dərsiniz. Çox ki, həm artımlı olur, həm ləzzətli olur. Так что, скорее всего, из ручейка, текущего с гор, он пил минералку под названием Багиата. Знаменитая вода. Она отличалась высочайшей экологической чистотой и была незаменима при лечении нарушений обмена веществ. Но, пожалуй, самым популярным в Союзе был нарзан. Bu da bizim noxudlu dolmamız. Baxın, əzizlərim, nətəri gözəl yumuşaq pişib. Noxudu içinə mütləq pişirib qoymaq lazımdır. İçində çiğ qalar, baxın. İçində bax, o ağaranlar noxud əzilib. Görürsünüz nə gözəl qarışıb. Bir ləzzətinə də baxaq. Çox ləzzətli.